İslamda mövcud olan bir çox mühüm məsələləri İslamda yoxdur adlandıran Elşad Birinin növbəti yoxduru Aşura mərasimləri ilə bağlıdır. O qeyd edir ki, Quranda yas saxlamaq barədə ayə yoxdur. Əziz müsəlmanlar, Quranda meyitə qüsl verilməsi və kəfənə bükülməsi qaydası da yoxdur. Ən mühüm vaciblərdən olan orucu pozan hallar da Quran-ı Kərimdə yoxdur. Onda belə çıxır ki, müsəlmanlar 1400 ildir səhvən ölüyə qüsl verirlər. Yaxud Quranda siqaretin orucu pozması barədə ayə olmadığı üçün bir nəfər oruc ola-ola siqaret çəkə bilərmi? Bu necə bir iddiadır? Bəs Peyğəmbərin sünnəsi hara getdi? Hə, Peyğəmbərin sünnəsində yas yoxdur deyəcəksiniz. Onda savadlı olanlar bunu araşdırsın. Həzrəti Peyğəmbərimiz əmisi Əbu Talibin və həyat yoldaşı Xədicənin vəfat etdiyi ili Amul Hüzn, yəni Hüzn ili adlandırdı və düz bir il onlara yas saxladı. Bu faktı ən tanınmış tarixçilər öz kitablarında qeyd etmişlər. Elşad bəy bu hadisə barədə öz video çarxında buyurur ki, o zaman ərəblərdə il anlamı yox idi. Necə yəni il anlamı yox idi? Bəs Amul Fil, yəni Əbrəhənin fillərlə Kəbəyə hücumu ili nə üçün Amul Fil, yəni fil ili adlandırılıb? Əgər ərəblərdə il anlamı olmayıbsa, nə üçün İslamdan qabaq baş verən hadisələri İslam tarixçiləri Amul Fil ilindən 3 il sonra, Amul Fil ilindən 5 il sonra ifadələri ilə təsvir etmişlər? Qayıdaq Məhərrəm mövzusuna. Baxaq görək Elşad bəy bu barədə nə deyir? Yaxud da Peyğəmbərimiz özü Peyğəmbərimizdən əvvəl gəlmiş Peyğəmbərlərin hər hansısa birinin yasını saxlayıbmı? Peyğəmbərimiz özünün yaşadığı dövrdə ən yaxın silahdaşlarının, dostlarının, tərəfdaşlarının şəhid olduğu günləri yas saxlayıbmı? Onun bu sözlərindən belə çıxır ki, Aşura mərasimləri bəzi müsəlmanların özlərindən qondardığı adətdir. Necə də məsuliyyətsizcə deyilmiş bir iddia. Bildirək ki, bu mərasimlərin keçirilməsi qətiyyən əsassız deyil. Quran-ı Kərimin Nisa surəsinin 59-cu ayəsi belə buyurur. Allaha tabi olun, Peyğəmbərə tabi olun və aranızdakı əmr sahiblərinə tabi olun. Bu ayə bizə bunu çatdırır ki, Peyğəmbərin vəfatından sonra insanların müraciət etməli olduğu qapı bağlanmadı. Yalnız vəhiy qapısı bağlanmışdır. Çünki Peyğəmbərdən sonra heç kimə tabi olmaq zərurəti olmasaydı, onda Quran yalnız Peyğəmbərə tabi olun əmrini verərdi. Qeyd etdiyimiz ayə isə bunun əksini deyir. Məsihilər İsa Peyğəmbərdən sonra daha Allahın yer üzündə nümayəndəsinin olmaması kimi yanlış əqidədə olduqları kimi, bəzi müsəlmanlar da Həzrəti Peyğəmbərdən sonra müsəlmanların müraciət edə biləcəyi ilahi nümayəndələrin olmaması əqidəsini təbliğ etdi. Halbuki, qeyd olunan Quran ayəsi bunun əksini deyir. Bu hədis deyil, Quran ayəsidir. Hə, gəldik sualın cavabına. Quran bizə bu ayədə əmr sahiblərinə tabi olmağı əmr etmirmi? Əmr sahibləri qrupuna daxil olmasına heç bir şübhə olmayan və İslam dünyasının 4 ənənəvi məzhəbinin elm qaynağı olan İmam Sadiq əleyhissalam Məhərrəm ayında İmam Hüseyn əleyhissalama yas saxlamağı təkidlə tövsiyə etmişdir. Özü və digər imamlar da öz həyatlarında buna riayət etmişlər. Deməli, Məhərrəm məclislərinin keçirilməsi qətiyyən əsassız deyil, açıq aydın Quran ayəsi və əmr sahibinin ciddi tapşırığıdır. Elşad bəyin özü də bu sualı verir ki, nə üçün Həzrəti Əli, Həzrəti Həsən yox, məhz Həzrəti Hüseyn üçün bu yas saxlanılır? Elə bu sualın özü onun verdiyi sualın cavabıdır. Çünki əgər yas saxlamaq məzhəb təəssübkeşliyindən irəli gəlmişdirsə, İlk öncə Həzrəti Əlinin şəhadətinə 40 gün yas saxlanılmalı idi. Deməli, Həzrəti Hüseynin mövzusu daha çox araşdırılmalıdır. Yəni, Həzrəti Hüseyn özünü və ailəsini dinə fəda etməsəydi, İslam dinini görəsən nə gözləyirdi? Müsəlmanların aqibəti necə olacaqdı? Əlbəttə, Quranın deyilən ayəsi ilə itaəti bizə vacib olan İmam Sadiq əleyhissalam buyursaydı ki, Həzrəti Əliyə yas saxlamaq lazımdır, yaxud 3 gündən artıq yas saxlanmasın, təbii olaraq müsəlmanlar da buna riayət edəcəkdilər. Beləliklə, Məhərrəm məclislərinin əsassız olmaması barədə şübhəyə Quran ayəsi ilə cavab verdik.